Hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səat verilişində yenidən xoş gördük. Bugün biz yoğun bağırsaq xərçəngi haqqında söhbət aparacağıq və suallarımızı dosent, uzman ümumi cərrah Mirxalıq Cavadov cavablandıracaq. Sağlam səatə baxırsınız və qonağımız dosent, uzman ümumi cərrah Mirxalıq Cavadovdur. Xoş gəlibsiniz, doktor. Və biz qonağımızla yoğun bağırsaq xərçəngi haqqında söhbət aparacağıq. Doktor, xərçəng ilə bağlı çox söhbətimiz olur onkoloqlarla və çox zaman da bunu qeyd edirlər ki, əgər xərçəng 0-cı mərhələdə aşkar olunarsa, sağalma ehtimalı, sağalma şansı çox yüksəkdir. Bunu yoğun bağırsaq xərçənginə də aid etmək mümkündürmü? Bəli, çox gözəl bir sualdır Könül xanım, təşəkkür edirəm. Bəli, qalın bağırsaq xərçəngi erkən diaqnostika ilə bərabər olan nəredeyse poliplərin alınması da tamamən sağala biləcək bir xərçəngdir. Tabii ki, beynəlxalq qəbul olmuş standartlara və uyulduğu zaman. Əgər icazəniz olursa, qısa bir məlumat vermək istərdim bugünkü mövzumuzla əlaqədar olan. Dünyada hər il 2020-ci il Dünya Sağlıq Təşkilatının verilərinə görə 1.900.000 insanda qalın bağırsaq və düz bağırsaq xərçəngi diaqnozu qoyulur. Və bunlardan çox təəssüf ki, 935.000 2020 rəqəmlərini itiririk. Dünyada ağciyər və süd vəzisi xərçənglərindən sonra 3-cü sırada sıxlıq olub, amma ölüm sırasındakı 2-ci rakdır. Ölkəmizdə də çox yaygındır, bunun da veriləri var o şəkildə. Amma bir kolonoskopi ilə bir balaca bir polipin, düyü qədər polipin alınmasıyla insan xərçəng olmaya bilər. Onun üçün erkən diaqnostika, ilərləyən dəqiqələrdə bundan bahs edəcəyiz. Bir kolonoskopi ilə xəstənin heç bir xəbərdən xərçəngə tutulmaya bilir. Amma xərçəngə tutulduğunuz zaman da erkən diaqnostika, cərrahi, kimyoterapi, şüa müalicəsi ilə də sağalma şansınız yüksəkdir. Yetər ki, zamanında 50 yaş üstü, 45 yaş üstü taramalarda kolonoskopiya uyğun bir həkimə gedib erkən diaqnostika qoyulur və müalicənizin başlanması. Niyə yaranır, doktor? Və kimlərdə daha çox yaranır? Bəli, yəni dünyada qəbul olunmuş standartlar var Könül xanım. 50 yaş üstü risk faktorudur. Amma mənim 23 yaşında da qalın bağırsaq xərçəngi və düz bağırsaq xərçəngi xəstələrim oldu. Risk faktorlarımız nədir? Birinci yaş faktoru, ikinci genetik faktorlar, ailəvi sendromlar vardır, Lic sendromu və s. Üçüncüsü sosial olaraq yağlı qidalanma, ölkəmizdən əlaqədar olan, lifsiz qidalar, çox ətlə bəslənmək, meyvə tərəvəzlə bəslənməmək, piylənmə, hərəkətsizlik, kilo alma. Özəlliklə hani batı tərzi, qərb tərzi bəslənmə deyil. Onun üçün son zamanlarda o hamburgerlər, fast foodlar, bəslənmə, hərəkətsizlik, kilo alma, gənclərimizin çoxsunun bilgisayar başında oyunlarla vaxt keçirməsi, akıllı telefonlar başında fizik hərəkətin azalmasında çox təəssüf ki, qalın bağırsaq xərçəngin həm yaş olaraq düşüb, həm də sıxlığı daha gənclərdə aralıb. Hətta qabaqları 60-65 yaş üstündə rast gəlinən xərçəng artıq Amerika Birləşmiş Ştatlarında olan son və qərbdə olan yayını 45 yaşına düşüb və kolonoskopiya taramalar olur. Yəni sadəcə olaraq nəcisdə gizli qan baxması yetmir. Çünki yaxşı xəstəliklər də ola bilər və məsələn sağ qalın bağırsaq kanseri, sol qalın bağırsaq kanseri. Onun üçün kolonoskopiyalar artıq yəni həyat tərzi dəyişkənliklər, qidalanma, idmandan uzaqlaşma, bunlar risk faktorlarıdır qalın bağırsaq xərçəngi. Doktor, bəs hansı şikayətləri olur bu xəstələrin? Bəli, gözəl sualdır Könül xanım, çox gözəl bir sual. Yəni, birincisi, ailəmizdə, birinci və ikinci dərəcə qohumumuzda, dayı, nənə, baba, ata və s. varsa, heç zamanı gözləmədən erkən yaşda, 40 yaşın altında kolonoskopiya, ilgili ümumi cərrah, gastroenteroloqa və onkoloqa müraciət olaraq o tarama dediyimiz erkən proqramlar olması lazımdır. Türkiyədə də bu şəkildədir. Amma biz 50 yaş və üzərində xüsusən qəbizlik, ishal, bağırsaq alışqanlıqlarında düzənsizlik, xüsusən nəcisdə qanama gördüyümüz zaman və yaxud iştahsızlıq, arıqlama, kilo kaybı olduğu zaman mütləq bu sahənin həkimimizə və xüsusən gastroenteroloq, ümumi cərraha başvurmamız lazımdır. Ona görə kolonoskopiya, tomoqrafiya, MRT, gərəksə iləri araşdırma qoyulsun ki, diaqnostika qoyulsun və müalicə başlansın. Gastroenteroloqlarla bu haqda söhbət etdiyimiz zaman bunu dəfələrlə qeyd ediblər ki, xəstə gəlir ki, məndən nəcisdə qan axır, qan görünür. Bizə də yazanlar olur. Misal üçün, bayıra çıxanda qan olur. Yəqin ki, bu məndə babasil yaxud çat deyirlər. Yəni, insanların ilk ağlına ya babasil gəlir, ya çat gəlir. Bizə də onunla bağlı yazırlar ki, babasil yaxud bağırsaq çatı ilə bağlı ən yaxşı şam hansıdır, onu bizə həkimlərə deyin, tövsiyə edin. Və bunu soruşuram ki, hardan əminsiniz ki, bu qan məhz çatdan yaxud babasildən gəlir, bəs başqa nədən ola bilər deyə sualını da verənlər olur. Ki, gastroenteroloqlar da qeyd edirlər ki, illərlə özünü çat əleyhinə yaxud belə deyək də babasil əleyhinə şamlarla müalicə edənlər olur ki, sonra biz aşkar edirik, 3-cü, 4-cü mərhələ artıq xərçəngi aşkar edə bilirik. İstərdim ona görə buna da aydınlıq gətirəsiniz. Bağırsaqdan hər axan qan heç də
bağırsaq çatı yaxud babasil olmaya bilər. Bəli, bəli. Buna diqqət edək. Bəli, gözəl sualdır, çox da məlumatlısınız. Yəni xanım, təbrik edirəm. Dolayısıyla belə, əlbəttə, yaxşı, bütün bağırsaq xəstəlikləri pis xassəli deyillər. Rəqəmləri başda söylədim. Bəli. Yaxşı xassəli bağırsaq xəstəlikləri, bağırsaqda çatılar ola bilər, içi hemoroidlər, daxili iltihabi bağırsaq xəstəlikləri ola bilər və s. diaqnostikada simptomla bunlar. Onun üçün heç də cavan 20 yaşında bir insanda və 30 yaşında bir insanda qəbizlik zamanı qanama varsa, biz onu bağırsaq xərçəngi olduğumuz, tabii ki, hemoroid və s. Amma gənc yaşlarda da, bəlli bir yaşdan sonra da bunlar önəmli simptom. Onun üçün mütləq ümumi cərrah, gastroenteroloqa getmək lazımdır, müayinələr olunması lazım olsa rektosigmoideskopilər, nəcisdə gizli qan kolonoskopiyalar, onu və yaxud da bir polip ola bilər ki, o polipdə, biz onların da çeşidləri var, alındığı zaman da kolonoskopiya sırasında ümumi anesteziya altında və bu raka çevrilmir. Onun üçün çəkinmədən, ya bilirsiniz necə qan, gördüyümüz problemləri xalçanın altına süpürməməyə lazımdır, problemlərin üstə getməyə. Mənim nəcisdə qanamam var, problemim var. Yaxşı, bu işin içində ixtisaslaşmış, güvəndiyi bir həkim, hətta iki həkimdən ikinci görüş alaraq, müayinələr olaraq mütləq ümumi cərrahı görüb, gastroenterologla görüşüb, diaqnoz qoyulub, ona uyğun olaraq hemoroid çatdırsa, ona uyğun olaraq müdaxilə, amma polip və hər hansı bir onkoloji şübhə varsa, onun üzərinə getmək, iləri müayinələrlə, müalicələrlə bu problemi həll etmək. Nə qədər erkən diaqnoz, o qədər sağalma və həyat şansımız artır. O zaman deyə bilərikmi, əgər bir xəstədə davamlı olaraq qanaxma varsa, mütləq bir kolonoskopiya müayinəsindən keçməlidir. Yəni göstərişdirmi bu cür hala kolonoskopiya doktor? Nisbidir. Gənc deyim ki, 20 yaşında bir xəstədə əgər dış xarici və yaxud doğum yapmış bir qadında bir çatlaq, fissür dediyimiz və yaxud hemoroidlər, xarici və daxili hemoroidlər görünürsə, gənc yaşda ailə hekayəsi yoxdursa, onlar isti su, oturma banyoları, kremlərlə, şamlarla, xüsusi dərmanlarla və diyeta ilə müalicə oluna bilər. Oldu mu? O zaten o zaman endoskopiya ehtiyac yoxdur. Və yaxud da rektosigmoideskopi dediyimiz qısa 30 santim, 50 santimlik qısa kolonoskopiyalar, bağırsağın o giriş hissəsi. Amma buna rağmen davam edirsə və anemiya, hətta hemoglobini 4-ə qədər düşən xəstələr olur o şəkildə. O zaman, çünki kolonoskopiyada sadəcə rak deyil də, orada bir yara ola bilər, iltihabı, Crohn, ülserativ kolit kimi bağırsaq xəstədə və yaxud bir polip ola bilər. O yerli xəstə yatmışkən, endoskopiya almışkən, yerli müdaxilə ilə qanamanın səbəbi ortadan qaldırır, anemiya düzəlir və xəstənin bütün sağlığı, çünki anemiya ciddi bir şəkildə, yəni şöyle düşünün ki, siz cavan xəstə, yaxşı son model bir maşınınız var, amma benzin bir yerdən itirsə, maşın uzağa gedə bilməz. Misalı, o polibə, yaraya müdaxilə olaraq anemiya, hemoglobin dəyərləri düzəlir və s. Müdaxilə olunur. Amma dediyim gibi, erkən diaqnoz bir polip də aşkarlanıb götürüldüyü zaman siz qalın bağırsaq xərçəngində tutulmursa, periodik olaraq o polibin histopatolojik nəticəsinə uyğun olaraq 1-3-5 ildən bir və ailə risk faktoruna görə təkrar kolonoskopiya nəticələr. Ölkəmizdə bütün xəstəxanalarda, çox xəstəxanalarda icra olunur, həm dövlət, həm özəldə sedasyon altında, ümumi anesteziya altında xəstənin ruhu bilə duymur, qabaq kimi deyil, onun travması, canlı və s. Onun üçün də gecikmədən də həkimimizə bu iş üzrə ixtisaslaşmış və tərcih etmiş hətta ikinci bir görüş, ikinci bir həkimə də müraciət etmənizi məsləhət görürük. Yəni qan azlığı varsa, əgər qəbul etdiyimiz dəmir preparatları ilə düzəlmirsə, deməli kolonoskopiya yeni göstəriş olur, doktor? Bəli, anemiya şikayəti ilə standart, dünyada qəbul olunmuş standart bir xəstə müraciət etdiyi zaman, qadın xəstə isə birinci ginekoloq, ondan sonra ümumi cərrah, gastroenteroloq, kişi xəstə isə birinci olaraq gastroenteroloq, yəni kolonoskopiyamızı mütləq xüsusən 50 yaş üstündəsə elətdirməmiz lazımdır. Çünki bağırsaq uzun bir orqandır o şəkildə. Həm eyni zamanda gastroskopiya, mədəyə də baxmaq lazımdır o şəkildə eyni zamanda. Çünki kolonoskopiya sadəcə qalın bağırsağa, incə bağırsağın 20 santimində baxıla bilər. Onun üçün düzəlməyən bir inatçı bir anemiya varsa, aktiv kanama varsa, kolonoskopiyadan elətdirməyə qorxmayın. Bir zararı yoxdur. Onun üçün elətdirməmiz lazım, amma təbii ki, həkimin göstərişində, uyğun xəstədə, uyğun zamanda, uyğun diaqnozlar. Doktor, bağırsağın iltihabi xəstəlikləri də var, Crohn'dur, yaxud xuralı kolit xəstəliyidir. Bu xəstəlik zamanı da qanaxmalar baş verə bilər. Çox maraqlıdır, doktor, bu bağırsağın iltihabi xəstəliklərindən yaranan xoralar da xərçəngə çevrilə bilərmi? Bəli, cavan xəstələrdə daha çox gəlir, baş bəlasıdır. Yəni, bunlar süründürüb öldürməyən xəstəliklər deyirlər. Amma çox təəssüf ki, elmi işlər, onlardan da bahs edəcəyiz ki, elmi yayınlara baxdığımız zaman da, xüsusən həm Crohn, həm də ülserativ kolit, yəni xoralı kolitin raka çevrilmə bəzi yayınlarda %14, yəni 100 xəstədən 14-ündə çevrilmə ehtimalı vardır. Onun üçün yaxşı bir gastroenteroloq, yaxşı bir cərrahın kontrolündə davamlı bir şəkildə o xəstələrimiz olması lazım. Medikal tədavi, dərman müalicəsi altında olurlar, periodik, amma orada apsiya, qanama, fistül, perforasiya, təcil cərrahi əmələ gətirən risklər olur və xüsusən də ülserativ kolitin xərçəngə çevrilməsine dair çox ciddi bir yayınlar var. Onun üçün də mütləq kolonoskopi kontrolləriniz və gastroenteroloji cərrahi müayinələriniz olmalıdır, gənc yaşda olsanız belə.
Doktor, müayinə zamanı bağırsaq polip varsa mütləq onu ləğv etmək lazımdır. Bəli, genəldə əgər texnik olaraq belə alınırsa, yəni diminutiv dediyimiz 5 milim və altında poliplər varsa, çox sadə yöntemdə forcepslə hani ısırılır gibi, dişlər gibi oradan alınır və gedir. Onların da çeşitləri var, tanımlanmış klassifikasiyaları var. Tubulovilloz, villoz adenom şəklində olur. O şəkildə serratit poliplər və s. var. Amma onların hamısının xərçəngə çevrilmə riskləri vardır. Amma ortalama desək, yəni bir düyü boyda bir polip alındığı zaman tubuloz adenomsa onun çevrilmə riski düşür və siz xəstəliyə yaxalanmırsınız. Amma tubulovilloz, villoz və ailə hekayəniz birdən çox sayısı varsa, bir sonraki kolonoskopi müddəti belirlənərək 1 il sonra, 3 il sonra, 5 il sonra təkrarlaya bilər, başqa yerdən çıxa bilər. Alınaraq siz xərçəng olmursunuz o şəkildə. Bəzi böyük poliplər endoskopik olaraq çıxarılmadığı zaman və yaxud bir hissəsi orada qaldığı zaman, kökündə subseroza alanda dediyimiz kökündə serikli qişanın altında devam etdiyi zaman da o bağırsağın segmentinin çıxarılması lazım. Çıxarıldıqdan sonra açıq və laparoskopik əməliyyatlar dünyada robot əməliyyatları da olur. İnşallah ölkəmizdə də olur. O şey biz xaricdə onları eğitimini almışıq, icra eləmişik. Əgər limfa düyünlərinə və ətrafa invaziya varsa, o zaman operasiya və kimyəvi müalicə, düz bağırsaqda şua müalicəsi alınır. O şəkildə beynəlxalq protokollara uyğun olaraq qeyd olunur. Bir də əlavə olaraq mən alim olduğuma görə sürekli bilimsel dünyada qəbul olunmuş qaydalar üzərindən gedirəm. Məsələn, düz bağırsaq xərçəngi ən öldürücü xəstəliklərdən biridir. Yəni tamamən orası bağlanır, xəstə ömür boyu kolostomi ilə qalır və ölüm riski, təkrarlanma riski, çünki çanaq bölgəsi çox sıxıntılı bölgədir və metastaz olur. Artıq son illərdə dünyada və Avropada non-operative management, yəni cərrahisiz idarə etmə, watch and wait, izlə və gör deyə bir trend var. Artıq bunlar qəbul olunub, qaydalarına girib. Yəni siz kimya, radioterapiya verməklə cərrahisiz belə, yəni anüs hissəsini, bağırsağı qoruyaraq artıq müalicələr ciddi bir şəkildə qəbul olunub. Onun üçün düzgün mərkəzdə, düzgün diaqnozla cərrahi müdaxilə, ömür boyu kolostomiya, bağırsağınız bayra qalmadan belə, yəni eyni nəticələr alınıb böyük mərkəzlərdə. Türkiyədə bununla ilgili yayınlar var. Bizim arzumuz, hədəfimiz, məqsədimiz də ölkəmizdə bu datalarımız olsun. Bizə çalışdığımız xəstəxanalarda artıq etik komissiyalara başvuraraq, çalışma onayı alaraq statistikaları toplamağa çalışırıq. Umarım ki, yaxın zamanda arzumuz, təməlimiz ölkəmizdə də Azərbaycan veriləri dünyaya yayılır. Yəni cərrahisiz də kimyaterapi, radioterapiyanın artıq xərçəngi müalicəsi dünyada artıq qaydalara və kitablara artıq bunlar qeyd olunur və bu şəkildə müalicələr aparılır. Doktor, bəs istidilmiş kimyaterapiya nə qədər effektiv ola bilər? Gözəl sualdır, bəli, gözəl və güncəl sualdır Könül xanım. Deməli, bizim 4-cü evrə, 4-cü stadiya bir xərçəngimiz var. Yəni, xərçəng qarın zarına və uzaq orqanlara yayılır. Xüsusən gənc bir xəstədir. Metastaz verir. Metastaz verir, bəli, yayılı metastaz verir. Amma onların da çeşidləri var. İstidilmiş kemoterapiya Sugar Baker tərəfindən dünyada, Amerikada istifadə olunan, Türkiyədə çox, ölkəmizdə də bəlli mərkəzlərdə cərrahlar var. Amma indikasiya burada çox önəmlidir. Yəni, məsələn, apandisit kanseri, pseudomiksoma peritoniya, yumurtalıq kanserləri, bəzi mədə seçilmiş, onu konsiliumda qərar verir və bəzi istisnai bağırsaq xəstəliklərində histoloji alt tüpünə görə ola bilər. Necə olur? Gənc xəstədir, məsələn, biz 28 yaşında Mərmərə Universitetində mən illər öncə bir xəstənin aməliyyatı, çünki gənc xəstə, başqa əlinizdə bir silahı yoxdur, xəstənin yaşam bir var və biz onkoloji konsiliumun qərarı ilə onkolog, şua terapisti, cərrah, histopatolog, radioloqların bərabər olduğu konsilium qərarında xəstəyə də bildirilərək qərar verdik. Qarın zarı açılır, bütün orqan, qalın bağırsaq və ya hansı orqanda problem varsa təmizlənir, gözlə görülə biləcək şəkildə Könül xanım. 2-3 milimin altında gözlə görüləcək qədər içəridə rak buraxmamanız lazım. Hüceyrələrin hamısı çıxarılır. Bəli, hüceyrəni görə bilmirik mikroskopik olaraq, amma toxumalar deyə bəli 3 millim o CC şey var deyə sınıflanır. Hətta radikal cərrahi, qarın zarı soyulur, orqanlar alınır, qalın bağırsaq, dalaq, mədə nəyə ala bilirsinizsə, tabii həyati orqanlar saxlanılmaq şərti ilə qaraciyər kapsulu, diafram soyula bilir. Ondan sonra 42.5 dərəcə xüsusi bir kemoterapi protokolü isti şəkildə verilir qarın boşluğuna. Orada mexaniki təsirlə onlar götürür. Amma onların da əlavə təsir. Yuyulur da belə yuyulur. Kabaca o şey isti suda da öyle o şəkildə. O kanıtlanmış o şəkildə tabii %100 müalicə vermir amma əlimizdə olan sonuçta silahlardan biridir. Seçilmiş yaşlı xəstələrdə börək problemi olanda o kemoterapilərin börəyə zərəri var. Əlavə təsirləri ola bilər və s. Sadəcə təcrübəli mərkəzlərdə, təcrübəli cərrahlar və dünya standartlarına qəbul olunmuş protokollar içərisində bir müalicə metodudur. Yəni əskidən çarəsiz, heç əməliyyat olmayan xəstələrdə bununla artıq həyatı uzadıb, yəni o günlər qalan ömrün aylara, illərə çevrilməsi üçün və dünyada qəbul olunmuş bir metodikadır. Onkologlarla söhbət etdiyimiz zaman çox zaman bunu qeyd edirlər ki, əgər xəstənin müalicəsi cərrahiyyə ilə başlayırsa biz onu təbrik edirik.
Həqiqətənmi belədir, doktor? Yenə gözəl sualdır, gözəl bir təspitiniz var Könül xanım. Erkən diaqnostika, böyük bir polipimiz var, limfa düyünlərinə sıçrama yoxdur, birinci dərəcədir, o şəkildə mədə xərçəngidədir. O zaman sadəcə cərrahi olursa, ətrafda sıçraması heç bir kemoterapiya, radioterapiya ehtiyac qalmır, takib altında olur. Məsələn, mənim də təcrübəmdə tabii ki, kitabi olaraq, bilimsel olaraq qaydalar da var. Yəni 20-25 il bundan qabaq, 15 il bundan qabaq əməliyyat olunmuş bağırsaq xərçəngi çox erkən stadiyada olmuşlar və yaşayırlar heç bir şey yox. Onun üçün hara gəlirik? Erkən diaqnostika, kolonoskopiya, xəstəliyi xalçanın altına süpürməmək, xəstəliyin üzərinə getmək. Demək ki, erkən diaqnoz qoyulduğu zaman da siz xəstəliyi xərçəngi tamamən yenə bilirsiniz. Nəyə görə deyirlər ki, doktor, törəmə varsa kiçildilir, sonra əməliyyat olunur? Bəli, bu da gözəl sualdır. Könül xanım, təkrar təbrik edirəm. Güncəl suallar verirsiniz. Yəni, məsələn, ətrafında seliklik xalça kimi düşünək orqanlarımızı. Seliklik qışa xalçanın istəmə və təbəqələr keçdikdən sonra ətrafa limfa düyünlərinə və uzaq orqanlara yayılır. Yayılma zamanı biz əsas orqanı götürdüyümüz zaman ətrafındakılar, törəmələr artır və qaraciyər, beyin, akciğərə metastazdır. Onun üçün kimyoterapiya ilə ona küçülüb hüceyrələrə maksimum dərəcədə düşməni sıxışdırmaq, qalan hissəni götürmək və əməliyyatdan sonra da. Yəni, mərkəzə toplamaq, öldürə bildiyimiz qədər əlimizdə olan silahlarımızla, dronlarımızla, sizə nə dərsinizsə o şəkildə kimyoterapiya, radioterapiya, immunoterapiya, akıllı ilaçlar, bilirsiniz, bunlar çox artıq yeni zamanda kəşf olmuşdur. Onlarla mərkəzə toplayıb öldürücü zərbəni cərrahiyyə ilə vurmaq, histopatologiya nəticəsində o təkrar yenə akıllı ilaçlar, şüa tədaviləri o şəkildə xərçənglə mübarizədə o kapsamında. Amma bunlar hamısı onkoloji konsiliumun təcrübəli hansını necə eləmək lazımdır, bərabər dialoq və qərar bir şəklində verildikdən sonra düzgün bir şəkildə tətbiq oluna bilir. Nəyə görə doktor, bağırsaqdan hər polip götürüləndə həkimlər qeyd edirlər ki, mütləq biopsiya olunmalıdır? Bəli, yəni şöyle, əgər balaca poliplərdirsə, Könül xanım, o birbaşa texnik olaraq xüsusi bir alətlər var, forcepslər, snare'lar, kəmənd kimi şeylər, onlar tamamilə alınır. O zaman həm diagnostik, yəni polipi biopsiyalar, həm də terapevtik və onu ortadan görür. Yəni bir göbələyi kökü ilə bərabər çıxartmaq kimi. O zaman da başqa bir şey idi. Hələ də yaxşı xassəli gəlirsə, müthiş xəstəyə gözəl xəbəri verə bilərik. Amma bəzi böyük törəmələr, şübhəli törəmələr, hani kökü içəridə qalır, subukoza, siliklik qışada, o zaman biopsiya alınır. Biz endoskopiyada endoskopi orqanın içini görürük, amma xaricini görə bilmirik. Mən studiyanın içini görürəm, amma binanı görməm üçün bayırdan baxmam lazım. Onun üçün də evrələndirməsi üçün, staging üçün tomografiya, KT, PET-KT yapılır. Hansı stadiya harada yayılmağına uyğun olaraq da cərrahiyyəni durdur. Öncə kimyoterapiya, sonra cərrahiyyə. Yəni şübhəli gördüyümüz şeylərdə biopsi, yaxşı xassəli düşündüklərimizdə isə tamamen onun çıxardılması uyğun ola bilər. Hər xəstəlikdə dəyişir bunlar. Doktor deyir ki, xəstə kolonoskopiyadan keçdi, heç bir problem yoxdur. Növbəti dəfə nə vaxt keçməlidir? Əgər ailə hekayəsi yoxsa, beynəlxalq qəbul olunmuş standartlar, Dünya Sağlıq Təşkilatının və fərqli dərnəklərə ailə hekayəsi yoxsa, heç bir şikayətimiz yoxdur. Profilaktik olaraq 50 yaşdan sonra Könül xanım məsləhət görürük. Heç bir problem yoxsa, bu arada qanama, kilo kaybı, qabızlıq şikayət yoxsa 5 il müddətində gözlənilə bilər. Amma 5 il müddətində təkrar şikayətlər, yəni bir polip yoxdursa 5 il əmələ gəlməyəcək anlamına gəlməz. 5 il sonra təkrarlanır, amma şikayətləriniz əmələ gəlirsə və ailə üzvləriniz də çıxarsa, olursa o zaman da erkən, amma ortalama heç bir şey yoxsa şikayətiniz var, 5 illik müddət yetərlidir. Amma polipi aldıqdan sonra polipin histopatolojik nəticəsində 1 il, 3 il və 5 illik təkrarlamalar ola bilər. Doktor, bəs uzun müddət qəbizlik varsa, deyir ki, xəstə deyir ki, mən 4 gün, 5 gün bayıra çıxa bilmirəm, şübhələnməlidirmi həkim bunda da xərçəngdən? Bəli, gözəl sualdır. Qəbizlik bir çox xəstəliyin simptomu ola bilər. Təbii ki, öncə gənc bir xəstədirsə medikal tədavi, diyeta, bəslənmə, bitkisel qidalar, meyvə səbzə qidalanması və s. Amma məsələn, yəni işte savad, bilim ondan, həkimlik ondan gəlir komplet. Bir hipotiroid, yəni sizin bir zobunuz varsa, o da bir qəbizlik əmələ gəlir. Hər hansı bir vitamin eksikliğiniz var. Onun üçün terapevtik olaraq fərqli qan damarlarına, fərqli qan analizlərinə baxılıb, başqa nəzərdən də baxmaq lazım. Nədən acaba qəbizlik istifadə edə bilər? Törəmə səbəb ola bilərmi qəbizliyə? Bəli. Genel olaraq çox təəssüf. Qəbizliklə başvurub, doktor heç bir şeyim yoxdur, həkimə belə getmədim falan. Bir endoskopiya yapılır ki, böyük bir törəmə var. Keçiş kanal bağlanıb keçəmir, o zaman da təcili əməliyyatdan onun götürülməsi. Çünki əgər keçiş bağlıdırsa, ya oraya stent qoymaq lazımdır. Sizin bir eviniz var, oranın boru sistemində bir tıkanıqlıq var. Ya içəri bir stent qoyulub, onkolojik müalicə başlanmasına, amma keçməzlik, bağırsaq dəlinməsi, peritonit və ölümlə sonuçlanma riski olaraq xəstə ilə danışılıb, qərar verilib bir cərrahi müdaxilə ilə təcili əməliyyatdan o bağırsağın o hissəsinin götürülməsi də istifadə olunan möntəzələrdən biridir. Doktor, bağırsağın o hissəsi götürüləndən sonra, əgər düz başa düşəriksə, bağırsaq qələm kimidir, bir hissəni kəsirsiniz və bir-birinə cağılırsınız. Bağırsaq gödəlir bütün halda. Bəli. Qalın bir insan, ümumi olaraq, trend olaraq söyləyirəm,
bir insanın yaşaması için 2 metre yarım, 3 metre nazik bağırsaq yetərlidir. Biz bayaq bahsetdiyimiz stereodiktiv cərrahidə neredeyse orqanların çoxusu alınır o şəkildə. Dolayısıyla bütün qalın bağırsaqsız insan yaşaya bilər. Tabii ishal əmələ gəlir və s. və s. Sonuçta qidanı həzm etmə orqanı deyil də o suyun sıxılması, son nəcis halinə və bəzi maddələrin atılması. Əsas nazik bağırsaqdır burada. Bütün qalın bağırsaq. Amma bəlli bir sektoral, bəlli bir törəmədə varsa sektoral rezeksiya ola bilər. Əgər erkən diaqnozda ucuca tikilə bilir və xəstənin həyat konforunda azalma olmur. Amma geciklənmə, tıkanma, genişlənmə varsa birinin diametri böyük, biri balacaysa ucuca tutmaz, qaçaq peritonit ola bilər. O zaman bağırsaq müvəqqəti və daimi olaraq bayıra bağlana bilir. Sadəcə orqanı deyil, o minimum cərrahi sərhəddən ətrafındakı limfa düyünləri. Çünki sıçrama limfa düyünləri stadiya ona bağlıdır. Öncə limfa düyünlərinə, ətrafa qarın zarı, qaraciyər və akciğer olur. Anatomik olaraq orası çıxarılıb. Əgər düz başa düşdümsə, bağırsağın bir hissəsi kəsilib çıxarılır, diametri bir-birinə yaxın olmalıdır ki, tam ucuca siz bunu calaya biləsiniz ki, qaçaq olmasın, o tikişlərin tutması üçün, çox gözəl Günel xanım, çox təbrik edirəm. Çox həkimlərə də bəzən bunu terapevtik branşda anlata bilməm, çox donanılmışsınız bu konuda. O zaman tikilir. Ondan da qaçaq risklər ola bilər, sonuçta biz ətə tikirik, kabaca belə. Xüsusi bir alətlər var, staplerlər var və s. Qaçağın olub-olmamağını yoxlamaq mümkündür mü? Cərrahların baş bəlası, biz heç bir xəstəmiz, heç bir cərrah qaçağın olması olmaz. Amma sonuçta ətə, onun da faktorları var. Boyutu, xəstənin şəkəri, siqaret çəkməsi, kilolu olması, steroidlər istifadə eləməsi, mesela kemoterapi almış xəstələrdə daha çətin olur o şəkildə. Onun üçün garantiya almaq üçün bağırsaq müvəqqəti bayıra bağlanır. Qaçaq çox bəş bəlası da anastomoz qaçaqları deyirik. Qaçıldığı zaman erkən bəzən xüsusən kilolu xəstələrdə və ya həkimə gələn diaqnostika ölümlə, peritonitlə sonuçlanır. Onunla ilgili Günel xanım çalışmalar var. İzin versəydiniz, mənim də Türkiyədə bununla ilgili çalışıyorum. Dünyada illərdə araşdırırlar. Necə eləyək ki, üzərinə nə sürtək, nə elə ki, qaçaq olmasın. O qədər dikişə rağmen fərqli çalışmalar çox təəssüf ki, %100 qaçağı önləyici, yəni anatomik o qanlanması, bəslənməsi, düzgün anastomoz xaricində onlar eləsəniz belə yenə qaçaqlar olur. Mən məsələn Yeditepe Universitetində orada çalışdığım zaman, oranda doçent olduğum zaman mənim 2 dənə təbii ki, heyvanlar üzərində edirik bunu o şəkildə, heyvanlar, sıçanlar üzərində oldu. Xüsusi bir sodyum pentaborat deyə bir maddə var, iltihab qurucu, patenti bizdə olan bir bor maddəsindən qurulub. Onu üzərinə və sıçanlarda olan çalışmalarda gördük ki, o maddə kullandığı zaman qaçaq oranı azalır. Tabii ki %100 deyil. Onun da ileride dünyada çalışmalar devam edir. Yani kim artık qaçağı önleyici bir şey tapsa artık bence Nobel mükafatı alır. O şekilde biz de işte ameliyatımızı edip dua edirik ki kaçırmasın ona göre. Yoxlamaq mümkündür əməliyyatdan sonra qaçaq varmı yoxmu doktor? Əməliyyat sırasında Günel xanım tikdik. Bu necə uşaqların o velosipedləri kontrol edirlər ya, üzərinə hava testi, su, o metilən mavisi verə bilirik. Başta bir şey olmuyor. Sonradan yaxşılaşanda orada qaçaqlar olur. Bəzi minimal qaçaqlar vücud onu doğal olarak, anatomik olarak öz-özünə kapatır. Orada yağ toxunması və s. klinik bəldə. Bəzən ciddi qaçaqlar olduğu zaman da ağızdan qida alınır. Qarın boşluğuna o zaman nəcis qarın boşluğu. Yəni qarın boşluğu steril bir orqandır. Periton təmizdir. Minimal qaçaqlarda erkən diaqnostikada ağızdan qidalamanı durdurub, yəni nəcis yükünü azaltır, öz-özünə bitişə bilir. Oldu mu? Qarındakı abses və s. olursa da fərqli yöntəmlər, invaziv operasiyanın təmin olunur. Onun üçün bəzi qapaqlar kəndi-kəndinə iyiləşir. Vücud onu təbii olaraq iyiləşdirir. Amma çox ciddi qaçaqlar olduğu zaman, qarın boşluğu, steril otma, nəcis olduğu zaman peritonit düzgün müdaxilə edilməsi çox təəssüf ölümlə sonuçlanır. Hansı ilk əlamətlər varsa qaçaqdan şübhələnir həkim? Çox gözəl sual. Xəstəmizi əməliyyat elədik, qalın bağırsaq gözəl bir əməliyyat keçdi, hər şey yolunda. 5-ci, 6-cı gün, bir həftə sonra getdik. Xəstə başqa bir rayona getdi, getmədi və ya həkim xəstəxana sevməyən bir xəstədir, gəlmək istəmir travmadan dolayı. Qarın ağrısı, ateş, birinci temperatur, 38 və üzərində temperatur olur. Başqa səbəblər yoxdur. Atelektaziya olur, akciğer olur. O temperatur iltihabdan mı yaranır? Bəli, vücudun reaksiyası. Vücud bir əskəri mexanizmadır. Allah bizi o şəkildə yaratmış. Necə inanırsınız, inanın sonra. Hər hansı bir əlavə cisim olanda bütün o leykositlər, bütün hamısı hücum edirlər və oranı temperaturda bir qorunma mexanizması. 40 dərəcə temperaturda necə bəzi şeylər əmilir ya, bəzi mikrobları öldürür. Amma 38 yəni 36 yarım temperaturdur. 38 və üzəri temperatur, tabii qrip deyilsinizsə, üşütmədirsə, tənəffüs yolları infeksiyon yoxsa, qarın ağrısı, taxta qarın olur, bulantı, qusma və halsız, gücsüz olduğu zaman mütləq həkimə gəlir, tomoqrafiyalar çəkilir, qaçağın yeri təspit olunur, ona görə qərar verilir. Bəziləri abses boşaltılır, bəziləri sadəcə ağızdan qida almayıb, nəcis yükünü azaltmaq üçün. Hətta abses də yaranır. Bəli, vücudda olduğu zaman vücud onun ətrafını sarılır, temperatur əmələ gəlir o şəkildə, amma ciddi bir qaçaq və yeməyə davam edirsə, o peritonit olduğu zaman çox təəssüf, reanimasiya, koma, yoğun baxım və ölümlə nəticələnən səbəblər olur. İstəmədiyimiz və orası cərrahi olaraq açıldığı zaman oranı görmək istəməzsiniz. Hər tərəf nəcis və toxumalar tutmurlar, o zaman kolostomiyaya dışarı bağlayır. Onun üçün o operasiya olub da qaçmamaq lazımdır. Ən azından 2 həftə, 3 həftə eyni yerdə həkimin kontrolündə olmaq lazımdır. Və ilk şikayətin olanda mütləq həkimə müraciət etmək lazımdır. Temperatur, qarın ağrısı. Mən məsələn,
telefon nömrəmi verirəm xəstələrimə, operasiya elədiyim xəstələrə neçə ildir o şəkildə temperaturunuz varsa, qarnınız ağrır, bulantı, qusmanız varsa, neçə gün tualetə bir simptomunuz varsa, mütləq mənə xəbər verin ki, çox həkimlər də bu şəkildə eləyirlər. Erkən diaqnozu açıb həmin oradan tikişi, o qaçaq yeri, oradakı deşiyin tikilməsi, hər an müdaxilə edilməsindən də gözəl sonuçlar alınır. Amma yetər ki, gecikdirilməsin, çünki bu ölümdən sonra bu işin zarafatı yoxdur yəni. Bəzən kimsə şikayət edəndə sağlamlığı ilə bağlı qohumları, qonşuları sakitləşdirirlər. Narahat olma, Əhməddə də belə idi, Vəlidə də belə idi. Dərmanat keçər. Hə, düzələcəkdir. Xeyr, həkimimizin də qeyd etdiyi kimi ilk şikayətlərimiz olduğu zaman mütləq bizə əməliyyat edən cərraha mütləq müraciət etməliyik. Doktor, bəs hansı hallarda bu bağırsaq xərçəngi ikinci dəfə bir də təkrarlanır? Bəzən belə də deyənlər olur ki, bilsəydik ki, 2 il sonra, 3 il sonra dünyasını dəyişəcək, xəstəyə bu qədər əziyyət verməzdik deyən ailə üzvləri də olur. Hər kəsdə fərqlənir. Kəşki, Könül xanım, xərçəngin o riyazi düsturlar kimi hər kəsdə eyni olur. Biz insanıq. Biz 10 xəstə əməliyyat olur, hər kəsdə fərqli. Zaten bunu kimsə bulsa da illərcə xərçəngin müalicə. Hər kəsdə fərqli. Burada sizin qidalanma, genetik faktorlarınız, qidalanmanız, əlbəttə siqara, alkol içən, 100 kilonun üstündə düzənsiz idman eləməyən bir xəstə ilə sağlıqlı bir idman eləyən bir insanın iyiləşməsi və həkimin dediyi dərmanları atan, müalicə alan, kemoterapiyanı qəbul bir deyil. Amma çox təəssüf ki, erkən diaqnostika poliplərlə əlbəttə %100 sağalma şeyi var. Bu nisbi rəqəmdir, bununla ilgili çalışma. Amma əgər metastaz verdiysə, stadiyası qabağa uzanma bir neçə il sonra təkrarlanma. Amma şöyle düşünün, siz bir neçə gün, bir neçə ay əziyyət çəkəcək, o şam kimi əriyəcək həyatı itirmək var və yaxud bir neçə il yaşamaq var, sağlıqlı bir yaşamaq var. Yəni o ay bıçaq toxunanda yayılır, onlar hamısı qəbul olunan elmi tərəfindən qəbul olunmur. Erkən diaqnostika və əməliyyat olub da 10-15 il rahat yaşayan insanlar var və yaxud ömrünün sonuna qədər yaşayan insanlar var. Amma çox təəssüf ki, təkrarlama riskli Könül xanım, gec həkimə getməkdən gec stadiyada olur. Əlbəttə, 1-ci stadiyanın, 4-cü stadiyanın yaşama müddəti eyni deyil ki, o şəkildə. Onun üçün gecikmədən öncə getmək lazım ki, uzun müddət yaşayaq və təkrarlanmasın. Doktor, bütün halda bizim orqanlarımızın hamısının bir funksiyası var. Bağırsağın da bir funksiyası var. Hər halda boş yerə o qədər uzun bağırsağımız yoxdur. Demək ki, burada da bir hikmət var ki, məhz o qədər olmalıdır. Deyək ki, əməliyyat zamanı bağırsağın böyük bir hissəsini kəsib çıxardığınız zaman, o kəsib itirilmiş hissənin funksiyasını nə kompensasiya eləyir bədəndə? Xüsusən qalın bağırsaqda, incə bağırsaqda da nazik bağırsaq çıxarıla bilər. Sonuç olaraq bəlli bir dönəmdən sonra əlbəttə vücud, hani bağırsaq vücudun ikinci beyni deyirlər ya, biraz vücud çaşır, necə olsun, xəstə ishal olur, tualetini tuta bilmir. Çünki bəlli bir Allah tərəfindən yaratılmış mükəmməl bir anatomiya var. Orada bir yerdə maşınınız orijinal alırsınız, bir yeri dəyişəndə detallar necə fərqlidir. Bəlli müddət sonra vücud onu o şəkildə toparlayır, ona məsələn mədəni alırıq, nazik bağırsaqdan bir mədə eləyirik onun yerinə. Bəlli bir dönsə vücud xəstə diyetdir, düzgün olur. Vücud onu toparlayır, sanki heç bir itirilməmiş orqan kimi, tabii %100 originalı ilə o yedek parçadan bunu beyinmi tənzimləyir doktor? Beyin təmizləyir, vücud və beyin hər şeyə alışır. Biz soyuqda da oluruq, eyni zamanda bir gün çıxırıq, gedirik qarda, bir gün eyni zamanda səhraya gedirik. Vücud adaptasiya olur buna. Vücud ona bəlli bir dönəm sonra həkimlərin tavsiyəsi ilə düzgün adaptasiya olur və dediyim gibi, yəni şöyle söyleyeyim, o qalın bağırsağını alıb da ömür boyu 30 il, 40 il, 50 il yaşayan insan, uşaq vaxtı əməliyyat olan insanlar var. Necə yaşayırlar sonuç olaraq? Amma o vitamin eksiklikləri və s. Amma qalın bağırsaqda genelde elə problem. Sadəcə hamısı alındığı zaman, bayıra bağlandığı zaman çox ishal olur, dehidratasiya, elektrolit, natrium, kalium kayıb olur. Onda qidalanma xüsusi dərmanlar. Sonuç sualınızın cavabı vücud onu bir şəkildə adaptasiya eləyir. Son suallarda söhbətimizi yekunlaşdırmaq istəyirəm. İndiyə qədər veriliş boyu sadaladığımız şikayətləri hiss edən, illərlə yaşayan, qanaxmam var, heç nə olmaz, keçib gedərdən bir şam qoyaram deyən izləyicilərimizə nə demək istəyirsiniz? Hələ də həkimə getməyi ertələyən, oğlum əskərlikdən gəlsin, qızım ailə qursun deyən izləyicilərimizə nə demək istəyirsiniz? Çox təəssüf. Keçən süd vəzi əlaqədar mövzumuzda da sağ olun dəvətiniz üzərinə eyni mesajı vermişdik ki, mən əminəm ki, mənim də yüzlərcə dünyada olan Azərbaycanın dünyada həkim məsləkdaşlarım da eyni məsləhəti verir. Bir kərə biz öz maşınımızı illik kontrolə götürürük, özümüzü götürmürük, özümüzdə qıymırıq. Heç bir şey sizin özünüz daha dəyərli deyildir. Özümüzü, ailə özümüzü, sevdiklərimizi, yaxınlarımızı mütəmadi olaraq check-uplara və kontrollara götürmək lazım. İnanın, o check-uplarda saptanan balaca bir polip, balaca bir şey küçük bir müdaxilə olur və siz həyatınızı itirmirsiniz. Onun üçün gecikmədən, xalçanın altına süpürmədən bir şeyi qəbullanma edib onun cəzasını çəkməkdənsə
erkən bir endoskopi alırsınız, ümumi anestezinizi, ruhunuz belə duymur, oradan təmizlənir o şəkildə. Həkimə gedib periodik illik baxımlarımızı elətdirməyə lazımdır. Bir şey varsa da onun müalicəsi artıq müasir tip nələr var dünyada və ölkəmizdə həm təbibin, həm dövlət qurumlarının, Milli Onkologiyanın və istədiyiniz dövlət özəl xəstəxanalarda istədiyiniz yerdə endoskopiya imkanları, bu işlə məşğul olan mütəxəssislər vardır. Tərcih etdiyiniz, güvəndiyiniz həkimdə mütləq gedib erkən kontrol və check-uplarınızı və şikayətiniz varsa da uyğun bir həkimlə müayinələrinizi şiddətli bir şəkildə tövsiyə edirəm. Və hər zaman biz də qeyd edirik ki, profilaktika daha ucuzdur, daha asandır, nəinki müalicə. Bəzən bizə yazan izləyicilərimiz olur ki, misal üçün getdik, verilişinizə qulaq asdıq, getib bir mammografiya müayinəsindən keçdik, heç nə çıxmadı, Könxan, boş yerə getdik, keçdik. Yaxud getdik, kolonoskopiyadan keçdik, heç nə çıxmadı. Çıxsa mı yaxşı idi, yaxud sanki çıxsaydı pulları batmazmış kimi belə bir təsəvvür yaranır ki, çox yanlışdır. Heç düşünmürsünüz ki, nələr baş verə bilər. Maşınımızı götürürük, değil mi? Baxın, oktyabr ayında elə bu divanda, baxın, burada bir süd vəzi xərçəngindən əziyyət çəkən xanım əyləşmişdi. Ötən ay biz onu itirdik. Və proqramımızda da qeyd etdik ki, mən gecikdim, siz gecikməyin. İldə bir dəfə mammografiya müayinəsindən keçmək çətin deyil. Nə yaxşı ki, gedirsiniz və heç nə çıxmır. Buna görə heyfsilənməyin, buna görə çıxsa mı yaxşıdır deyə bəzən sual vermək istəyirəm. Gedək, çıxaq və özümüzə, sağlamlığımıza qoyduğumuz sərmayə ən gözəl sərmayədir. Ki, çox da baha da deyil. Yəni, təbibin, dövlətin pulsuz xidmətlər olaraq. Dövlət sığortası ilə bəli, bizim işlədiyimiz kurum, Yeni Klinikada istədikləri şeydə dövlətin, Milli Onkologiyanın istədiyi qurumlar var. Özəli tercih edə bilərlər, xəstələrin tamamən tercihidir. Tamamən ağrısız, sızısız bir mammografiya 40 yaşa üstü zorunludur. Ailə hekayəniz və zorunludur. Keçən də söyləyeyim, 22 yaşında bir xanımda biz yaxalamışdıq, hamilə bir qızda. Amma maşallah sağaldı, yaş yerinə uşağı da böyüyüb, gördüm geçən o şəkildə. Düz yaşınıza uyğun, xəstəlik riskinə uyğun olaraq güvəndiyiniz həkimlə bərabər diaqnostikalar eləyin ki, xəstələnməyin. Çünki bugün bir rak başladısa, bir il sonra ortaya çıxa bilər. Yəni bugün bir şey yoxdur, bir il sonra olmayacağının garantisi yoxdur. Yaş artdıqca risk faktoru vardır. Çox da para pul harcamadan və yaxud da dövlət xidmətində pulsuz bir şəkildə bunların hamısının ölkəmizdə müayinə və diaqnostika. Bir sözlə yaşamağa gecikməyək. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız uzman ümumi cərrah dosent Mirxalıq Cavadov idi. Sizinlə isə sağollaşırıq. Yenidən görüşünüzə gəlmək ümidi ilə ayrılırıq. Sağ olun, sağlıqla qalın.